Bugün Ümumdünya Fiziki Aktivlik Günüdür. Bununla bağlı bizim qonağımız olacaq. Bilirsiniz ki, fiziki aktiv hərəkət eləməyən insanların həm də ürək-qan damar problemləri olur. Bu kimi müşküllərdən də əziyyət çəkirlər. Bir də bundan əlavə ürək xəstəliyi riskini 2 qat artıran vərdişdə açıqlanıb. Diqqətiniz bizdə olsun, həmin vərdişi sizin diqqətinizə çatdıracağım. Deməli, nizamsız yuxu saatları ciddi ürək-damar xəstəlikləri riskini 2 dəfə artırır. Bu nəticəni Finlandiyanın Oulu Universitetinin alimləri bu nəticəyə gəliblər. Araşdırmada Finlandiyada doğulmuş 3231 nəfər iştirak edib. İştirakçıların orta yaşı 46 olub. Onlar bir həftə ərzində yuxu rejimini və yataqda keçirdikləri vaxta qeydə alınan akselerometrlərdən istifadə ediblər. Bundan sonra alimlər onların sağlamlıq vəziyyətini 10 ildən çox müddətdə tibbi registrlər vasitəsilə izləyiblər. Nəticələr göstərib ki, müxtəlif vaxtlarda yatan və eyni zamanda gündə 8 saatdan az yatan insanlarda ciddi ürək-damar, qan damar xəstəlikləri riski 2 dəfə artır. Bu xəstəliklər də infarkt və insult riskinə daxildir. Alimlər vurğulayırlar ki, yuxu rejimi gündəlik həyat ritmini əks etdirir və onun sabitliyi ürək sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.